Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. An Ebi Zer Cundub ibn Cunade ve Ebi Abdurrahman Muad ibn Cebel radıyallahu anhuma an Resulullah sallallahu aleyhi ve selleme kal İttakillah haythuma kunt ve etbi' seyyiatel hasenete temhuha ve haliqin nase bi huliqin hasen. Ravahu Tirmizi. Ebu Zer Cundub ibn Cunade ve Abdurrahman Muad ibn Cebel radıyallahu anhuma buyururlar ki Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. İttakillah haythuma kunt. Harda olursan ol, Allah'tan qorx. Hansısa bir pis iş işlədikdə onun ardınca həmən yaxşı bir iş gör ki, onu silib aparsın və insanlarla gözəl əxlaqla rəftar elə. Və hədəl hədis fihi thalath kelimat. Kullu kelimatin vasiyyətin mustaqillə. Yəni bu hədis 3 kəlmədir. Hər bir kəlmə öz-özlüyündə müstəqil bir tövsiyədir, nəsihətdir. Və huve mənhecun lil-muslimi yasiru aleyhi fi hayatihi və təamulihi ma'allah və təamulihi ma'an nəfsihi və təamulihi ma'an nəs. Yəni burada müsəlmanların Allah Subhanahu taala ilə olan müamiləsi və öz nəfsi ilə olan müamiləsi və insanlarla olan müamiləsi göstərilir. Əvvələn fi təamulihi ma'allah. Yəni birinci Allahla olan müamilə. Yecibu aləl-muslim ən yettaqiyallaha bi ta'atihi və tərk məsiyyəti. Yəni müsəlmana vacibdir ki, Allah Subhanahu taaladan ona itaat edərək qorxsun və asilikləri tərk eləsin. Fəttəqva hiyə fi'lu mə əmərəllahu bihi və tərku mə nəhəllahu anhu. Təqva nədir? Allahın əmr etdiklərini əməl etmək və Allah Subhanahu taala nəyi nəhy edibsə, onu tərk etməkdir. Lənnə həzə yaqihi min əzəbillah və qadabihi. Çünki bu təqva onu Allahın əzabından və Allahın qəzəbindən qoruyur. Və təqvallahi kəlimatun cami'atun tecma'u kull khisalil xeyr. Və Allaha olan təqva bütün xeyir xislətlərini cəm edir. Yəni təqva elə bir kəlmədir ki, o bütün xeyir xislətlərini cəm edir. Və hiyə vasiyyətullahi li cəmil xalqihi. O Allah Subhanahu taalanın bütün məxluqata etdiyi tövsiyəsidir. Və Allah Subhanahu taala buyurur ki: "Və laqad vassaynallazīne utul kitabe min qablikum və iyyakum an ittaqullah." Biz sizə və sizdən əvvəl kitab verilmiş kəslərə tövsiyə etdik ki, Allahdan qorxsunlar. Fəhiyyə kəlimətun cəmiyyətun azimə. Yəni ümumi cəm olan əzəmətli bir kəlmədir. Qalə sallallahu aleyhi və səlləm İttəqillah haythuma kunt. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, harda olursan ol, Allahdan qorx. Fəyəcibə aləl-muslimi ən yəttəqiyəllah fi əyyi məkəni. Yəni müsəlmana lazım gəlir ki, vacibdir ki, Allahdan harda olur olsun, hansı məkanda olur olsun, Allahdan qorxsun. Hinəmə yəzhəru ma'an nas və hinəmə yekunu vahdehu la yetəğayyəru təamulihi ma'allah. Yəni o insanlar arasında olsun, yoxsa öz nəfsi ilə tək olduqda olsun, onun Allahla olan müamiləsi dəyişməsin. Yəni tək olanda da, insanlar yanında olanda da Allahdan qorxsun. Əmmə izə kənə ma'an nas əzhərət təqva والتنسك وإذا اختفى عن الناس بارز الله بالمعاصي والمخالفات فهذا منافق. Yəni o insanlar yanında olanda təqva, zahidlik nümayiş etdirir və öz nəfsi ilə xəlvətə çəkildikdə isə o asiliklər edir və Allahın əmrlərinə müxalifliklər edir. Yəni bu münafiqliyin sifətlərindəndir. Və qavluhu haythuma kunt, yəni harda olursan ol dedikdə يدل على أن الإنسان يجب عليه أن لا ينظر إلى الناس ولا يخشى الناس. Yəni hədisin bu hissəsi bizə öyrədir ki, başa salır ki, həmçinin dəlalət edir ki, insan vacibdir ki, insanlara, başqa insanlara baxmasın, onlardan qorxmasın. Və innəmə yaxşallah subhanahu wa ta'ala. O yalnız Allah subhanahu ta'aladan qorxsun. Səvən kənə ma'an nas əv kənə xaliyan bi nəfsi. Fərqi yoxdur, o insanlarla da yoxsa öz nəfsi ilə baş-başadır. لأن الله يعلم حاله. Çünki Allah Subhanahu taala onun halını bilir. Hatta law tawara anin nas fa inna Allah la yakhfa alayhi şey. O insanlardan gizlənsə də belə Allahdan gizlənə bilmir. Allah Subhanahu taala onun halını bilir. Və Allah Subhanahu taala buyurur ki: "İnna Allah la yakhfa alayhi şey'un fil ardi və la fis sema." Göylərdə və yerdə olan heç nə Allaha gizlin olmaz. Və qala: "Yestakhfuna minan nas və la yastakhfuna min Allah." Yəni, insanlardan gizlənə bilərlər, amma Allah Subhanahu taala'dan gizlənə bilməzlər. Əmmən nas fəhum la ya'lamun an batinik və law kunta jalisan beynəhum. Yəni sən insanların içində olduğun halda da belə insanlar sənin batinində olanı bilmirlər.
Və min babil əvlə əllə ya'lemu anka şey'an izə ixtafayta anhu. Onların yanında olmadığın vaxtdan da bu daha öndədir. Yəni insanların içində olanda da insanlardan gizləndiyin aydındır. İnsanlar səni görmür. Sən hətta insanların içində olanda da belə insanlar sənin batını bilmir. Lakin Allah Teala ya'lem. Amma Allah Subhanahu taala bilir. Və lihada qala sallallahu alayhi və səlləm: "El-ihsan en ta'budallaha ke'annaka tarah, fe in lem takun tarah, fe innehu yarak." Və ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, ihsan nədir? Sən Allahı görürmüş kimi ibadət etməkdir. Fe in lem takun tarah. Yox, əgər sən onu görmürsənsə, o səni görürmüş kimi. Thumma inna ba'dan nas iza kana fi biladil muslimin azhara al-islam. Yəni sonra bəzi insanlar var ki, onlar müsəlman ölkələrində olanda İslamı izhar eləyirlər. Fa iza zahaba ila biladil kufr tanakka. Amma küfr diyarlarına gedəndə isə onlar gizlənirlər, dəyişirlər. Və vafaqal kuffar ala ma hum alayh. Onlar kafirlər və onların nəyin üzərində olduqlarını, kafirlər nəyin üzərindədirsə, ona müvafiq olurlar. Fa yetalawwuna kama tetalawwanul hirba. Və onlar, yəni rəngini dəyişən bəzi heyvanlar, bəzi həşəratlar var ki, rəngini dəyişir. Yəni onlar kimi rəngini dəyişirlər. Və hada amrun la yecuz. Yəni bu icazəli bir şey deyildir. Və vacib aləl muslimi en yaxafa Allah və yuraqibahu subhanahu və taala fi ayyi makanin və fi ayyi bilad. Və müsəlmana vacibdir ki, Allah Subhanahu taaladan qorxsun, onun nəzarətində olmasını bilsin. Çünki Allah Subhanahu taala ona nəzarət edir, onu görür. Harda, hansı ölkədə, hansı məkanda olsa belə. Thaniyan beynehu və beynə nəfsihi. Qala sallallahu aleyhi və səlləm: "Və atbi seyyiatel hasenat temhuha." Və Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, hansısa bir pis əməl etdikdə onun ardınca yaxşı əməl et ki, onu silib aparsın. Fəidə sadarat minəl abdi seyyiatun yecibu aleyhi en yetuba ilallah azze və cəllə. Yəni qul hansısa bir pis əməl etdikdə lazım gəlir ki, o vacibdir ki, Allaha tövbə eləsin. Və yətbə'hə bihəsənə. Və o həmçinin tövbə etsin və ondan sonra yaxşı əməllər görsün. Fə innəl həsənəti yudhibnə seyyiat. Çünki yaxşılıqlar pislikləri silib aparır. Kəmə qalə Teala: "Və aqimis salata tarafayn nahari və zulafan minəl-leyl, innəl həsənəti yudhibnə seyyiat." Allah Subhanahu taala buyurur ki, "İnnəl həsənəti yudhibnə seyyiat." Həqiqətən həsənətlər, yaxşılıqlar pislikləri aparır. Qalə sallallahu alayhi və səlləm: "Es-salavatul xams vel-cum'atu ila'l-cum'ah və Ramazan ilə Ramazan mukaffiratun lima beynəhunna İdə ştunibel kəbəir." Peyğəmbər sallallahu aleyhi və səlləm Müslimdə keçən hədisdə buyurur ki, 5 fərz namaz cümə ilə cümə arası, yəni cümə namazları və Ramazandan o birisi Ramazana qədər onlar hamısı günahlara kəffarədir, əgər İdə ştunibel kəbəir, əgər o kəbairlərdən çəkinərsə, böyük günahlardan. Qavluhu təmhuhə ey tuziluhə və tukaffiruhə. Yəni təmhuhə silib aparır deyəndə onu itirir, ona kəffarə olur. Hədə min fadlillah subhanahu ta'ala. Bu Allah Subhanahu taala'nın qullarına olan fəzilətidir. Və hədə min cümlətil umur əlləti yukaffirullaha bihəd-zunub və kəzəlikə mən hafaza aləl fəraid fə innəllah yukaffir anhu-zunub və-səğair. Yəni bütün günahlara aiddir. Yəni əgərlərim insan fərz namazlarını qoruyarsa, Allah Subhanahu taala onun bütün kiçik günahlarını silib aparar. Fələ təqnatu min rahmetillah. Allahın rəhmətindən ümidini üzməsin. Bəl bədir ilə tövbə ilə Allah azze və cəllə. Əksinə, Allah Subhanahu taala olan tövbəyə tələssin. Qala Teala: "Qul ya ibadiyellezina asrafu ala anfusihim la taqnatu min rahmetillah. İnnallaha yaghfiruz-zunuba cemi'a." Və Allah Subhanahu taala buyurur ki, öz nəfslərinə zülm edən qullarıma de ki, Allahın rəhmətindən ümidini üzməsinlər. Həqiqətən Allah günahları bağışlayandır. Fət-təvbətu təcubbu mə qabləha. Tövbə özündən əvvəlkisini olan günahları silir, itirir, aradan qaldırır. Bəlil müşrik vəl kafir izə təbə təbəllah aleyh. Müşrik, kafir tövbə eləsə Allah Taala onun tövbəsini qəbul edir. Qul lillezina kafaru in yantahu yughfar lahum ma qad salaf. Allah Subhanahu taala kafirlər barəsində deyir ki, əgər onlar tövbə etsələr, Allah Subhanahu taala onların keçmiş günahlarını bağışlayar. Fəkeyfə biz-zənbillazi huve dunal kufr və şirk. Küfür, şirki Allah Subhanahu taala tövbə edəni bağışlayırsa, ondan aşağı olan günahlar necə? Fələ tətəazəmuz-zunub. Yəni günahları böyütmə. Və teyəs min rahmetillah və teyəs minət-təvbə. Tub ilallah azze və cəllə. Allahın rəhmətindən ümidini üzmə. Allahın tövbəsindən ümidini üzmə və Allah Subhanahu taala tövbə et. Və la yekfit-təvbətə bil-lisan. Tövbə dillə etmək kifayət etməz. Bəl ətbiyə təvbətək bi'aməlis-salihat. Sonra tövbə edəndən sonra isə yaxşı əməllər görmək lazımdır. Tövbəndən sonra
yaxşı əməllər gör ki, onları silib aparsın. Qala Teala inna men taba illa men taba və amana və amila amalan salihan faulaika yubaddilullahu sayyiatihim hasanat və kana Allahu gafurur rahim. Yəni pis əməlləri Allah Subhanahu taala tövbə etdikdən sonra yaxşıları ilə əvəz edər. Həqiqətən Allah bağışlayan və rəhimlidir. Fətəamel ma'a nefsik bihadal miqyas. Və öz nəfsinlə bu meyar üzrə müamilə et. Və akthir min hasanat və tub anis sayyiat. Yəni yaxşılıqları çoxalt və pisliklərdən isə tövbə et. Vallahu celle və ala ya'fu və yaghfiru iza fa'alta asbabal maghfirah. Allah Subhanahu taala əff edər, bağışlayar əgər bağışlanma səbəblərinə əməl etsən. Bu insanın öz nəfsi ilə olan müamiləsi idi. Üçüncü isə beynəkə və beynən-nas. Sən və insanlar arasında qala sallallahu aleyhi və səlləm və xaliqin nəsə bi xuliqin hasan. Və sənlə insanlar arasında lazım olan nədir? İnsanlarla Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, gözəl əxlaqla rəftar et. Ey təamel ma'hum bi muamalati tayyibə, bi xuluqul hasan və bi kəlamit tayyib və bil bəşəşə. Yəni insanlarla gözəl müamilə et, onlara yaxşı kəlmələr denən, gülər üzlü ol, təbəssümlü ol. Fə innə zəlikə mimmə yəzra'ul məvəddətə fil qulub. Yəni bu hallar qəlblərdə sevgini əkir. Və yuəllifu beynən-nas və insanları bir-birinə yaxın edir. Vəl xuluqul hasan, yəni gözəl əxlaq, sifatun hamidə təkunu fil insan. İnsanda olan təriflənən bir sifətdir. Yəmnəhu Allahu limen yəşə min ibadihi. Allah Subhanahu taala bu neməti istədiyi quluna verər. Vəl insanu yetəxallaqu bil əxlaqil hasanə. Vallahu cəllə və alə qal fi nəbihi Muhammedin sallallahu aleyhi və səlləm və innəkə lə'alə xuluqin azim. Yəni insana lazım gəlir, insan gözəl əxlaqla əxlaqlansın. Çünki Allah Subhanahu taala peyğəmbəri barəsində buyurur ki: "Və innəkə lə'alə xuluqin azim." Sən həqiqətən böyük bir əxlaq üzərindəsən. Şəhidallahu lehu bil xuluqil azim. Allah Subhanahu taala onun böyük əxlaq üzərində olmasına şahidlik etdi. Və lihada tahawwala a'da'uhu ila asdiqa. Ona görə onun düşmənləri onun dostlarına çevirdi. Və saru min xavvasi ashabihi bisəbəbi xuluqihi sallallahu aleyhi və səlləm. Və onun xüsusi seçilmiş səhabələrindən oldu onlar. Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni əxlaqı səbəbilə. Və saru yudafi'una və yunafihun və yücahiduna ma'h. Ona dəstək oldular, onu müdafiə elədilər, onunla birlikdə mücahidə elədilər. Və hum bil amsi kanu min aladdil a'da. Amma bundan əvvəl isə o Peyğəmbər sallallahu aleyhi və səlləmin onlar ən amansız düşmənləri idi. Lakin bi ta'amulihi və xuluqi sallallahu aleyhi və səlləmə ma'an-nas istəcləbəhum iləl-İslam. Və Peyğəmbər sallallahu aleyhi və səlləm insanlarla olan gözəl əxlaqı onları İslam'a cəlb elədi, İslam'a gətirdi. Və həkədə yəkunu ləzi yəd'u iləllahi bil-xusus yəkunu zu xuluqin hasanin. İnsanları Allah'a çağıranlar necə olmalıdır? Yəkunu zu xuluqin hasan. Gözəl əxlaq sahibi olmalıdır. Fəyətəaməlu ma'an-nas bil-husna vəl-latafati vəl-leyn. İnsanlarla lütfkarlıqla, yaxşılıqla, yumşaqlıqla rəftar etməlidir. Hətta yəstəclibəhum ilə fi'lil xeyr. Hətta onları xeyr əməllərə cəlb eləsin. Və ilə tövbəti ilə Allah. Həmçinin Allaha olan tövbəyə. Və ilə qabulud da'və. Həmçinin etdiyin dəvəti qəbul eləsin. Fəhədihil kəlimə əl-əzimə mənhəcun yəsiru aleyhil muslim. Yəni bu kəlimə əzəmətli kəlmələrdir, hansı ki müsəlmanın mənhəcidir bu. Və huvə min cəvamil kəlimə ləti utiyən nəbi sallallahu aleyhi və səlləm. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə başqa peyğəmbərlərə verilməyən 5 şeydən biri idi. O da az kəlmələrlə böyük mənaları ifadə etməkdir. Yəcməu fiyhə beynə xeyrəd-dünya vəl-əxirə. Yəni bu kəlmələr özündə dünya və axirət xeyirlərini cəm edir. Allah Subhanahu taala bizə faydalı olmalı. Subhanallah.